Son illərdə cəmiyyətimizdə ailələrin qurulması və davamlılığına mənfi təsir göstərən əsas amillərdən biri valideynlərin övladlarının şəxsi həyatına, xüsusilə də evlilik qərarlarına müdaxiləsidir. Bəzi valideynlər övladlarının gələcək həyat yoldaşını seçərkən mənəvi keyfiyyətləri, tərbiyəni və peşə fəaliyyətini deyil, yalnız maddi vəziyyəti əsas meyar kimi qəbul edirlər. Oğul övladlarına varlı ailənin qızını al, qız övladlarına isə imkanı şəxsin oğluna ərə get tövsiyələri verilir. Bu cür yanaşmalar ailə daxili anlaşılmazlıqlara və nəticədə boşanmalara səbəb olur. Daha narahat edici hal isə bəzi hallarda kiçik yaşlı qızların erkən nikaha cəlb edilməsidir. Valideynlər maddi maraq və imkanlı ailəyə qohum olmaq istəyilə qız övladlarının uşaqlıq və gənclik illərini əlindən alır. Onların təhsil almaq və inkişaf etmək hüquqlarını məhdudlaşdırırlar. Bu hallar yalnız ailə həyatını deyil, ümumilikdə cəmiyyətin sosial və mənəvi inkişafına mənfi təsir göstərir. Cəmiyyətimizdə sağlam ailə dəyərlərinin qorunması, gənclərin gələcək həyatlarının möhkəm əsasları üzərində qurulması üçün hər bir ailə məsuliyyətli olmalı. Övladlarının şəxsi seçimlərinə hörmətlə yanaşmalıdır. Unutmayaq ki, xoşbəxt və dayanıqlı ailə yalnız qarşılıqlı sevgi, anlayış və azad seçim əsasında qurula bilər. Ailənin təməli maddi maraqlardan deyil, mənəvi dəyərlərdən və insanı hörmətdən ibarət olmalıdır.